Həzrət Rasulullah qonşuluq haqqını bir hədisdə çox gözəl bir şəkildə tərtib edib, cəm edib buyurur ki, əgər qonşun səndən yardım istəsə yardım edəcəksən, borc istəsə borc verəcəksən, fəqir olsa, ehtiyac içində olsa ona dəstək olacaqsan, əgər bir müsibət baş verirsə ona gedəsən təziyə edəcəksən, baş sağlığı verəcəksən, təsəlli verəcəksən, əgər bir xeyir işi olsa təbrik edəcəksən, bu haqdır insanların boynunda, qonşunda xeyir işdir, təbrik edəcəksən, xəstə olsa ona baş çəkəcəksən, ölüb dünyadan köçsə cənazəsini daşıyacaqsan, cənazəsinin ardıncan gedəcəksən, bina tikəndə ondan icazə almamış binanı o qədər hündür etmə ki, küləyin qarşısını alasan onun üçün, ki onun həyatına hava gəlməyəcək, o halda gərək icazə alasan, razılığını alasan sonra və bir meyvə alsan, indi o dönəmdə meyvə çox belə indi kimi tapılan bir şey deyildi, xüsusilə də Ərəbistan ərazisindəki hər meyvə yetişmirdi, əsasən xurma yetişir. Deyir, əgər bir meyvə alıb gətirsən evinə, o meyvədən qonşulara da ver. Yox, qonşulara verməyəcəksənsə, onu gizli şəkildə evinə daxil et ki, qonşu uşaqları da görməsin. Və övladına bir şey verdikdə ki, onu sən qonşuya verməyəcəksən, övlada tapşır, onu çıxıb küçədə yeməsin ki, qonşu uşaqları görər, uşaqdır, tamah salar, içində qeyz yaranar, içində valideyninə qarşı şey yaranır ki, niyə mənim atam, anam mənə almıra, filankəsin atası, anası ona hər şey aldı, verdi. Və evində deyir, qazan qaynayanda çalış tüstüsü qonşuya getməsin. Əgər qonşuya da tüstün gedirsə, bir qaban o qazanından yemək çəkib verəcəksən. Və İmam Kazım əleyhissalamın bu hədisi ilə tamamlayıram. İmam Kazım əleyhissalam qonşuluğun ən o adabının zirvə məqamından danışır. İmam buyurur ki, yaxşı qonşuluq o deyil ki, sən qonşuya əziyyət verməyəsən. Qonşuya əziyyət verməmək bu vacibdir. Hər kəsə vacibdir. Öhdəmizdə vacibdir ki, qonşularımıza əziyyət verməyək. İmam buyurur ki, yaxşı qonşuluq bu deyil. Bundan da üstündə yaxşı qonşuluq. Nədir yaxşı qonşuluq? Yaxşı qonşuluq budur ki, sən qonşunun əziyyətlərinə səbr eləyəsən. Qonşunun sənə törətdiyi o çətinliklərə səbirli yanaşasan.